bir dənə müşkülümüzü həll edən var, o da Allahdır. Bizim bir dənə ruzi verənimiz var, o da Allahdır. Bizə bir dənə şəfa verən var, o da Allahdır. Allah, sən həll edə bilərsən. Bitdi. Allahım, bütün müşküllərimizi həll edən sənsən. Səndən başqa kim həll edə bilər ki? O niyyətindən bilirəm ki, heç kəsə ümid bəsləm. Niyyətindən bilirəm əlfəldə. Mən bunu tanıyıram artıq. Bu bəndə seçilmiş pəllədir. Bütün aləm üst çevirsə də belə ki, yəni bunun həlli yoxdur. Çıxış yoluna açılır. Bütün qapılar bağlansa da ümidsiz olma. Buna deyirlər. Yəni sıxılmayasan, Allah var. Ey o Allah ki, bütün təbiblər dedi bunu aparın, amma sən dedin mən deyil. Amma əgər bir insan mənə yox, başqasına ümid bəsləsin, bilirəm niyyətini. Niyyətindən bilirəm bunu da. Bunu da tanıyıram. Bütün məsələləri həll olsa da belə, bütün qapılar onun üzünə açıq olsa da hamısı bir bağlayacaq. İşi düzəlməyəcək. Olmayacaq. Allahın bundan xoşu gəlmir ki, gedəsən o qapı, bir 100 dənə qapı